Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Aziz kardeşler, Allah'tan isteyirik ki bu toplantını her birimiz üçün xeyirli etsin ve kıyamet günü bizim lehimize etsin. Ve danışmak istediğim mevzu Peygamber Muhammed sallallahu aleyhi ve sellemin sünnetine karşı dikkat göstermektir. Allah Resulü'nün sünnetine bağlılık göstermektir. Çünkü bu mühimdir aziz kardeşler. Allah Teala'nın gönderdiği din ve gönderdiği şeriat, məhz Allah'ın kitabı aynı zamanda onun gönderdiği peygamberin sünnetinden ibarettir. Yani ayrılmaz bir hissedir. Peygamber sallallahu aleyhi ve sellemin sünneti eyniyle Kur'an'ın misli kimidir. Allah Resulü'nün sünnetini Kur'an'dan ayırmak olmaz. Eğer bir insan iman getiripse Allah'a, mütləq Allah'ın Resulü'nün sünnetine riayet etmelidir. Əksi halda riayet etmediği təqdirdə onun üçün heç də xeyir olmayacaq. Çünkü kulların üzerine düşen Allah Teala'nın kitabıyla yanaşı onun peygamberinin sünnetinin dediklerini de götürmesi bir delildir. Bir hüccət olarak yeter. Ve onun için her bir Müslüman, her bir mükellef, her bir iman ehli Allah'ın kitabına bağlandığı kimi, Allah'ın kitabına iman getirip sarıldığı kimi, əməl ettiği kimi eyniyle de onun gönderdiği peygamberin sünnetine bağlanmalıdır. Onun gönderdiği peygamberin sünnetiyle əməl etmelidir. Çünkü peygamber sallallahu aleyhi ve sellemin esas sünneti onun sözlerinden, onun əməllərindən ve onun iqrarlarından, yani kabullandığı şeylerden ibarettir. Ve ona göre her bir Müslüman, her bir mümin Kur'an-ı Kerim'e əməl ettiği kimi eyniyle peygamberin sünnetine de əməl etmesi onun üzerine vacibdir. Bu mühümdür aziz kardeşler. Kur'an-ı Kerim'i delil olarak getiren Kur'an-ı Kerim'de ancak bir defa ona nəzər yetirməlidir. Bu ne demektir? Yani Kur'an'la delil getiren insan hükümle bağlı olan metnin mənasına dikkat yetirmelidir. Çünkü o metin neden ibaret olduğuna nəzər yetirmelidir. Şüphesiz ki elə bir vəziyyətdə, elə bir dönemde yaşayırıq ki, yani bu bakımdan insanlar hem bilgilerine göre, yani elimlerine göre, hem de insanlar anlayışlarına göre, düşünce tərzlərine göre çok farklıdır. Herkes eyni olabilmez. Ve bu bakımdan insanlar Kur'an'ın mənasını anlamakta, başa düşməkdə elbette ki farklıdır. Ve ona göre aziz kardeşler, insanlar öz elimlerine göre ve hemsinin öz başa düşmelerine göre Allah'a olan imanlarına ve hemsinin Allah'ın müqəddəs saydıklarına onlara necə hürmet koyur diye insanlar buna göre farklanır. Yani Allah Teala'nın şeriatı barəsində insanlar Allah'ın kitabını anlamakta, yani onlar hem öz elimlerine göre farklanır, hem başa düşmelerine göre farklanır, hem Allah'a olan imanlarına göre farklanır ve hemçinin Allah'ın müqəddəs saydıkları, müqəddəs etdiklerine göre ve onlara olan təzimlerine göre farklanırlar. Yani herkes eyni değil. Ona göre aziz kardeşler, insanlar farklı olduğundan dolayı bu meseleler mühimdir. Herkes eyni Kur'an-ı Kerim'i anlayabilmez. Ve sonra insan eğer Peygamber sallallahu aleyhi ve sellemin sünnetini delil olarak öne çəkirsə, bu zaman iki şeye daha çok dikkat yetirmesi lazımdır. Birinci növbədə Peygamber sallallahu aleyhi ve sellem'le sabit olan, sahih olan
rəvayətlərə. Çünki bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə sonralar bir çox uydurmalar və zəif hədislər daxil olmuşdur. Və bu baxımdan Peyğəmbərin sünnətindən dəlil gətirən hər bir şəxs deməli Rasulullah sallallahu aleyhi və səlləmlə sabit olan hədislərə diqqət yetirməsi lazımdır. Bu əsasdır. Necə gəldi, kör-kəranə olmaz. Və bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih sünnəsi barəsində bu ümmətin dahi alimləri olduqca mötəbər və möhtəşəm kitablar yazmışlar. Və o kitablar İslamda rizəl kitabları adlanır. Rizəl yəni kişilər haqqında olan elm və həmçinin mustalah kitabları adlanır. Mustalah da yəni hədis terminləri ilə, hədislərin istilahları ilə bağlı olan elmdir. Yəni bunu bilmək lazımdır ki, İslamın böyük alimləri, dahi alimləri səhih sünnəni zəifdən ayırmaq üçün öz həyatlarını ortaya qoymuşlar. Və bu baxımdan insan bunu dəyərləndirməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih sünnəsi söylənildikdə, göstərildikdə çalışmalıdır, əməl etsin. Və bu önəmlidir, bu mühümdür. Çünki sünnə necə ki qeyd etdik, Peyğəmbərin sünnəsi Allahın kitabı ilə eyni tutulmalıdır. Ayrılmaz bir hissədir. Və ikinci, insanın sünnəyə baxış tərzi necə olmalıdır? Eyni ilə Quran kimi. Yəni, Qurana baxdığı kimi, yəni hökmlə bağlı olan mətinin mənasına diqqət etməlidir. O hökmün mənasına, yəni mətinin mənasına diqqət yetirməlidir ki, o mətində söhbət nədən gedir? Bu baxımdan da insanlar sünnəni başa düşməkdə də fərqlidirlər. Hər kəs eyni deyil. Fikir verin. Allah Teala Nisa surəsində buyurur: "Və enzelallahu aleykel kitabe vel hikmete." Allah Teala bu ayədə buyurur ki, Allah kitabı və hikməti sənə nazil etdi. İslamın böyük alimləri, bir çox alimləri bu ayədə keçən hikmət kəlməsini hamısı çoxluqla qeyd edirlər ki, bu məhz Peyğəmbərin sünnətidir. Peyğəmbərin sünnəti nəzərdə tutulur. Və həmçinin əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah Teala 7 qat səmanın üzərindən iman gətirənlərə öz Peyğəmbərinə tabi olmağı əmr etmişdir kitabında. Necə ki buyurur: "Ya eyyuhellezine amenu." Fikir verin, xitab iman gətirənlərədir. Əlbəttə ki, səmimi iman gətirənlər. Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu. Ati'ullaha və ati'ur rasul." Allah'a itaat edin və Rəsula, Peyğəmbərə itaat edin. Ona görə əziz müsəlmanlar, itaat həm sözdə, həm əməldə olmalıdır. İnsan itaati Allah Rəsuluna sözü və əməlləri ilə icra etməlidir, göstərməlidir. Və bu baxımdan Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə itaat etmək, daha doğrusu Allahın əmrinə itaat etmək, Allahın seçdiyi, göndərdiyi Peyğəmbərin sünnətinin şəriətdə, İslamda dəlil olmasını gərəkdirir. Yəni o Allah ki, 7 qat səmanın üzərindən iman gətirənlərə əmr edir, Rəsula itaat edin və bu əmr nəyi göstərir? Rasulullah sallallahu aleyhi və səlləmin şəriətinin, daha doğrusu sünnətinin şəriətdə nə dərəcədə keçərli və önəmli olmasını göstərir. Və həmçinin Rasulullahın sünnətinin əməl olunmasının vacibliyini göstərir. Əksi halda yenə Allah Teala Quranda bildirir. O seçdiyi Peyğəmbərə kim asi olarsa, qarşı gələrsə, əlbəttə ki Allah Teala onları təhdid edir. Və onlar üçün əbədi cəhənnəmin olacağını xəbər verir. Diqqət edin ayəyə. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və men ya'sillaha və rasulahu." Hər kim Allaha və onun rəsuluna asilik edərsə, "Fə innə lehu nara cəhənnəmə." Şübhəsiz ki, onun üçün cəhənnəm odu vardır. "Xalidinə fiyhə əbədə." O orada əbədi olaraq qalacaqdır. Fikir verin, bu Allahın öz rəsulu barəsində asi olanlar üçün olan təhdididir. Baxın, Allah Teala Peyğəmbərə itaət etməyi
Yəni onun buyurduqlarına riayət etməyi özü ilə bərabər etdi, yanaşı etdi. Yəni Allah Teala Peyğəmbərə itaət etməyi, fikir verin, ayədə özü ilə yanaşı etdi, bərabər etdi. Allah Teala buyurdu ki, Ati'ullaha və ati'ur Rasul. Allah'a itaət edin, eyni zamanda Rəsula itaət edin. Və bu Rəsulun sünnətinin nə qədər önəmli olmasına işarədir. Ağıl sahibi, iman əhli, səmimi Allaha sadiq olan bir mümin bilməlidir ki, Allah Teala bu ayələri boşuna göndərməyib. İman daşıyanlara, sinəsində, qəlbində iman daşıyanlara Allah Teala xitab edir. Əksi halda Allah Teala kim Peyğəmbərə qarşı çıxacaqsa, onun yerini də bildirir, açıq aydın. Kim Allaha və onun Peyğəmbərinə asilik edərsə, onun üçün cəhənnəm odu vardır. Fikir verirsiniz? Cəhənnəm odu olmaqla yanaşı, əziz qardaşlar, Allah Teala əbədiyyən orada qalacağını bildirir. Hər kim Allahın Peyğəmbərinə itaətsizlik göstərərsə və onun buyurduqlarına əməl etməzsə, əlbəttə ki, Allah Teala onun üçün əbədi olan bir cəhənnəmi qeyd edir. Təhdid edir Allah Teala. Və sonra əziz qardaşlar, bu onu göstərir ki, bu ayə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəti eyni zamanda Quranın misli kimidir, əməl olunmaqda, həyatında insanın icra etməsində. Bu ayə onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəti eyni ilə Allah Teala'nın kitabına riayət etmək kimidir. Əksi halda, əgər bir insan iddia edirsə, Allahın kitabından başqası olmaz, əlbəttə ki, onun iddiası boşdur, əbəsdir. Yəni Allah Teala açıq-aşkar əmr edir Quran-ı Kərimdə. Əmr edir ki, Rəsula itaət edin. Və kim asilik edərsə, qarşı gələrsə və onun cəhənnəmlə Allah Teala təhdid edir. Diqqət edin, başqa bir ayəyə Allah Teala buyurur Həşr surəsində. وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ. Allah Teala bu ayədə buyurur ki, Peyğəmbər sizə nəyi verirsə onu götürün, alın. وَمَا نَهَاكُمُ عَنْهُ فَانْتَهُ. Və sizi nədən çəkindirirsə ondan çəkinin. İnsan bu ayələri eşitdikdə, əlbəttə ki, o ancaq tabi olmalıdır. Allah Teala bu ayələri inanan, iman gətirən, səmimi, sadiq möminlərə bildirir. Allahın Rəsulü وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ. Peyğəmbər sizə nəyi verirsə onu alın, onu götürün. Nədən çəkindirirsə ondan çəkinin. Bu nəyə dəlalət edir? Əgər bir insan Peyğəmbərin buyurduğunun əksini edirsə və ya Peyğəmbərin qadağan etdiklərinin əksini edirsə, əlbəttə ki, Allahın əmrinə qarşıdır. Bir mənalı olaraq, başqa adı yoxdur. Bir kəs Allahın əmr etdiyi Peyğəmbərə itaət etməyi, onun buyurduğunu götürməyi, çəkindirdiyindən çəkinməyə riayət etmirsə, əlbəttə ki, Allahın əmrinə qarşı gəlmişdir. Buna başqa bir don geyindirə bilməzsən, heç bir kimsə, mümkün deyil. Yəni, insan bilməlidir ki, Allah Teala şəriəti kimə nazil etdi? Muhammed sallallahu aleyhi və səlləmə. Və o missiyanı kim davam etdirdi insanlar içərisində? Məhz onun seçdiyi Peyğəmbər. Və onun sünnəti də İslam dinində ikinci ana məstərdir. İkinci götürülən dəlildir. Qurandan ayırmaq əlbəttə ki, mütləq olaraq olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm barəsində Allah Teala diqqət edin 7 qat səmanın üzərindən nə buyurur? Bax, bu ayələrin hamısı iman gətirən möminlərə aiddir. Allah Teala buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Allah Teala bu ayədə buyurur ki, deyir ki, Allahın Rəsulunda sizlər üçün gözəl bir örnək vardır. Allahın Rəsulunda sizlər üçün gözəl bir örnək vardır. Və həmçinin kimlər üçün? لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ
və zəkərallaha kəsiran. Allah ayənin ardında bildirir ki, Allahın Rəsulunda sizlər üçün və Allaha və axirət gününə ümid bəsləyənlər üçün və eyni zamanda da Allahı çox zikr edənlər üçün gözəl bir örnək vardır. Gözəl bir örnək. Allahın Rəsulunda hər bir inanan kəs üçün olduqca gözəl bir örnək vardır. Və bu baxımdan ayədə keçən o örnək kəlməsi Peyğəmbər sallallahu aleyhi və səlləmin əməllərinə şamil olur, feillərinə şamil olur. Quran da məhz bunu deyir. Quranın anlamına əsasən, Quranın mənasına görə Quranda keçən örnək kəlməsi məhz Peyğəmbərin feillərinə, əməllərinə şamil olur. Və bu baxımdan da əziz qardaşlar, əziz müsəlmanlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin əməli də onun sünnəsidir. Və o baxımdan da kim sünnəyə əməl edərsə, əlbəttə ki, Allahın buyurduğu bu ayənin altına düşür. Peyğəmbərdə sizin üçün gözəl bir örnək vardır. O örnək nədir? Peyğəmbərin əməlləri hər bir inanan şəxs üçün örnəkdir və örnək olmalıdır. Və Rasulullah sallallahu aleyhi və səlləmin əməli də onun sünnəsidir. Onun qoyduğu yoldur. Onun təqib etdiyi, getdiyi yoldur. Rasulullah sallallahu aleyhi və səlləm, diqqət edin, cümə xütbəsində, cümə günü xütbə verərkən, baxın nə deyir? Açıq-aşkar öz yolunun aydın yollar içərisində ən doğru və ən gözəl yol olduğunu bildirir. Buyurur ki, فَإِنَّ خَيْرَ الْحَدِيثِ كِتَابُ اللّٰهِ وَخَيْرَ الْهَادِي هَادِي مُحَمَّدٍ sallallahu aleyhi və aleyhi və səlləm. Şübhəsiz ki, sözün ən xeyirli olanı Allahın kitabıdır. Və eyni zamanda yolların ən xeyirli olanı da Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Bu Allah Rəsulunun ağzından çıxan kəlmələrdir, əziz qardaşlar. Və bizim üzərimizə düşən səhih, isnadla varid olan bu rəvayətlərə iman gətirib və səmimi şəkildə əməl etməyimiz bizim üçün yalnız xeyirdən başqa bir şey deyil. Əksi halda kim Allah Rəsuluna qarşı çıxacaqsa, ziyan çəkən yalnız onun özü olacaqdır. Rasulullah sallallahu aleyhi və səlləm öz sünnətinə tabi olmağı, öz sünnəti ilə getməyi insanlara təşviq etmişdir. Baxın, Allah Rəsulu nə buyurur? Aleykum bi sünnəti və sünnətil xulafəir raşidinəl məhdiyyin min ba'di. Buyurur ki, məndən sonra mənim sünnətim eyni zamanda doğru yolda olan raşidi xəlifələrinin sünnəti üzərində olur. O raşidi xəlifələr ki, Allah Rəsulunun yolunu daim təqib ediblər. Onun yolu üzərində olublar. Açıq aydın Allah Rəsulu bildirir. Məndən sonra, yəni artıq mən bu həyatdan getdikdən sonra, olmadıqdan sonra mənim sünnətim üzərində eyni zamanda doğru yolda olan, doğru yola irşad edən raşidi xəlifələrinin sünnəti üzərində olun. Və hədisin ardına diqqət edin və görün necə təşviq edir. Buyurur ki, o yolu tutun və elə tutun ki, azı dişlərinizlə o yola yapışın. Allah Rəsulu öz yoluna tabi olmağı iman gətirənlərə, möminlərə azı dişləri ilə tutmağı tövsiyə edir. Bu baxımdan dəyərli qardaşlar, əgər kim Allahın Rəsulu barəsində hər hansı bir ixtilafa düşərsə, Allahın Rəsulu barəsində deyərsə, Allahın kitabı kifayətdir, Allahın kitabından başqasına ehtiyac yoxdur, əmin olun ki, o insan xəsarət içərisindədir. Bir mənalı olaraq xusrandadır, ziyandadır və eyni zamanda da ziddiyyət içərisindədir. Baxın, əgər bu şeyi deyən şəxs həqiqətən öz iddiasında sadiqdirsə, öz sözündə sadiqdirsə, Allah Teala 7 qat səmanın üzərindən Peyğəmbərə
tabi olmağın vacibliyini beyan etmiştir, açıklamıştır, ortaya koymuştur. Eğer insan bu sözü iddia edirse Allah'ın kitabından başkasına ihtiyaç yoktur, o zaman o Allah'ın bu kelimesini, yani Allah Teala necə ki əmr edir Resul'a ibadət tabi olmağı, onun buyurduqlarının vacib olmağını, onda o adam həmin bu ayəyə qarşı çıxmış olur. Açıq aydın. Eğer insan həqiqətən sadiqdirsə sözündə, o zaman sünnədə gələn bütün məsələlərə də ittiba etməsi vacibdir onun üzərində. Tabi olması vacibdir. Nə üçün? Çünki Allah Taala'nın əmridir. Allah Taala əmr edib Allahın Rəsuluna tabi olmağı, onun yolunu təqib etməyi. Əksi halda, əgər insan Allahın buyurduqlarını yerinə yetirməyi iddia edirsə, Allahın Rəsulunun sünnətinə də, onun yoluna da tabi olmaqda yəni iddia etməlidir. Əksi halda onun iddiası boşdur. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədis deyir. Və bu hədis deməli, açıq-aşkar Allah Rəsulu bu hədisdə onun sünnətini inkar edənlər barəsində işarə verir. O kəs ki, Allah Rəsulunun sünnətini inkar edir, Allah Rəsulu o barədə işarə edir hədisdə. Deyir ki, لَأُلْفِيَنَّ أَحَدَكُمْ مُتَّكِئًا عَلَى أَرِيكَتِهِ. Deyir ki, sizdən biri öz oturacağında oturarkən mənim əmrimdən bir əmir ona gətirildikdə, yəni mənim söylədiyimdən, buyurduğumdan hər hansı bir buyruq ona gətirildiyi zaman o desə ki, mən bilmirəm, mən Allahın kitabından nə gəlib ona tabi oluram deməsini mən görməyim. Allah Rəsulu bunu öz zamanında deyir. Əgər deyir ki, sizdən biri öz oturacağının üstündə oturarkən və ona mənim əmrimdən, mənim buyruğumdan bir buyruq gətirildiyi zaman o desə ki, mən Allahın kitabından başqa bir şey bilmirəm deməsini mən görməyim. Yəni sizlərdən. Yəni bu şeyi deyən insanı mən görməyim, qarşılaşmayayım. Burada müəllif yəni bunu qeyd edir ki, Rasulullah bu cür insanların olmasına işarə edir. Yəni Allah Rəsulunun sünnətini inkar edənlər. Və buyurur ki, Rasulullah deyir ki, diqqət edin, əlbəttə ki, mənə kitab verilmişdir, Allahın kitabı. Və eləcə də onunla bərabər onun bənzəri verilmişdir. Ona görə dəyərli qardaşlar, bilmək lazımdır ki, Qurani Kərimin bir çox ayələri ümumi şəkildədir. Və Qurani Kərimin ayələrinin izahı yalnız Allahın Rəsulunun sünnətindədir. Ayələr mücməl şəklində, ümumi olaraq, toplu olaraq, məcmua şəklində qeyd olunur. Lakin Rasulullah sallallahu aleyhi və səlləmin sünnəti, hədisləri Allahın ayələrini açıqlayan bir vasitədir. Və bu baxımdan insan əgər deyərsə Allahın Rəsulunun sünnətinə ehtiyac yoxdur və yalnız həmin bu ayələr kifayətdir və Allahın Rəsulunun sünnəti ilə əməz olunmaz, əlbəttə ki, o olduqca təhlükə içərisindədir. Bunu söyləyən. Çünki insan bilməlidir ki, Peyğəmbərin sünnəti eyni ilə Allahın kitabına əməl olunduğu kimi ona da əməl olunması vacibdir. Yəni, dəlilin gərəkdirdiyi şəkildə. Dəlilin gərəkdirdiyi şəkildə nə deməkdir? Yəni, ya vaciblik olarsa vacibliyə, ya müstəhəblik olarsa müstəhəbliyə, ya mübahlıq olarsa mübahlığa və ya məkruhluq olarsa məkruhluğa, yaxud da haramlıq olarsa o haramlığa əməl edilməsi vacibdir. Yəni, dəlil nəyi gərəkdirirsə, nəyi lazım bilirsə, onun üzərində Peyğəmbərin sünnətinə əməl olunması vacibdir. Baxın, əziz qardaşlar, bu ümmətin ilkləri olan səhabələr
ümmətin salihləri, sələfləri Rasulullah sallallahu aleyhi və səlləmin sünnəti barəsində heç bir şeyi azaltmamışlar, qısaltmamışlar. Və nə də Peyğəmbərin sünnəti barəsində həddi aşmamışlar. Yəni Peyğəmbərin sünnətinə qarşı olmamışlar, müxalif olmamışlar. Hər hansı bir müxalif davranış göstərməyiblər. Əgər ümmətin ilkləri olan salihlərə, sələflərə, səhabələrə Allahın Rəsulundan gələn dəlilə necə əməl edirdilərsə, onlara Peyğəmbərdən gələn dəlilə də eyni ilə onlar həmin şəkildə əməl edirdilər. Necə ki, Allahın kitabına əməl edirdilər, eyni ilə də Peyğəmbərin sünnəti onlara söylənildikdə, onlara gəldikdə, onlar Quran kimi ona əməl edərdilər. Fikir verin, ümmətin salihləri və sələfləri sağlığında Allah onları öyür, tərifləyir və sağlığında onların cənnətlə müjdələnməsini, cənnəti qazanmasını Allah Teala onların barəsində xəbər verir. Və ümmətin salihləri, sələfləri, səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin əmirlərindən, buyruqlarından hər hansı bir buyruq söylənildikdə onlar deməzdilər ki, bu vacibdir yoxsa müstəhəb. Fikir verin yanaşmaya. Bax, bu önəmli məsələdir. Əziz qardaşlar, əziz müsəlmanlar, hər bir müsəlmana, özünü sünnəyə nisbət edənə, ümmətin, sələflərin yoluna nisbət edən hər bir şəxsə aiddir. Ümmətin sələfləri, səhabələr Rasulullah sallallahu aleyhi və səlləmin əmrindən bir əmir, buyruğundan bir əmir söylənildikdə onlar sual verməzdilər, soruşmazdılar. Bu əməl vacibdir yoxsa müstəhəb? Və onlar deyir, o məsələnin, Peyğəmbərin sünnətinin, buyurduğunun, əmrinin təfsilatına varmadan, soruşmadan həmən ona uyardılar, tabi olardılar. Ona riayət edərdilər. Və onlar nə deyərdi? Deyərdi ki, eşitdik və olduğu kimi itaat etdik. Lakin çox təəssüf kidir, bugün insanlar arasında elə insanlar var ki, Allah Rəsulunun sözü ona deyildikdə, o eşitdikdə hələ qalxıb sual verir ki, bu vacibdir yoxsa müstəhəbdir. Fikir verin yanaşmaya, fərqə. Ümmətin səhabələri, ilklər, bu onların Allah Rəsuluna olan bağlılığını göstərir. Bu onların Peyğəmbərin sünnətinə olan sevgilərini açıq-aşkar nümayiş etdirir. Və müəllif buyurur ki, bu əsrdə yaşayır. Çox təəssüf ki, bugün elə insanlar var ki, Allah Rəsulunun sünnəti söylənildikdə hələ soruşur ki, o vacibdir yoxsa müstəhəb. Deyir, biz buna deyir, necə açıqlama verə bilək? Hansı ki, Allah 7 qat səmanın üzərindən ayədə bildirir ki, Ati'ullaha və ati'ur Rasul. Allaha itaət edin, Rəsulla itaət edin. Və kim deyir Allaha və onun Rəsuluna itaət edərsə və o əmr olan məsələlərə itaət edərsə, əlbəttə ki, o boynuna düşəni yerinə yetirmiş olar. Vacib olan bir məsələni yerinə yetirmiş olarsa, o boynuna düşən işi yerinə yetirmiş olar. Amma kim müstəhab olan bir məsələni yerinə yetirmiş olarsa, əlbəttə ki, onu mükafatlar gözləyir. Ona görə əziz qardaşlar, əziz müsəlmanlar, nə əmr olunmuşdursa, onu yerinə yetirmək insan üçün xeyirdir. Allah və Rəsulu nəyi əmr etmişdirsə, nəyi buyurmuşsa, onu yerinə yetirmək əlbəttə ki, hər bir mömin üçün xeyirdir. Mömin yalnız qazanacaqdır. İtirəcəyi heç bir şey olmayacaq. Fikir verin, ümmətin səhabələrindən bir nəfər də olsun, mümkün deyil ki, onlara Allahın, Rəsulunun əmri barəsində bir şey söylənildikdə, onlar ona qarşı gəlsinlər. Yəni, heç kəs sübut edə bilməz ki, Peyğəmbər səhabələrə bir şey buyurduqda, onlar demiş olsunlar ki, bu vacibdirmi, yoxsa müstəhəbdirmi? Və ona görə dəyərli qardaşlar, hər bir müsəlman Rasulullah sallallahu aleyhi və səlləmin sünnətinə ehtiram etməlidir. Ona layiqincə riayət etməlidir. Kim sevəcək, riayət edəcəksə,
əlbəttə ki, onun üçün Allah Teala mükafat bəxş edəcək. Kim də asilik edəcək, qarşı gələcəksə, əlbəttə ki, ziyan çəkən özü olacaqdır. Ona görə dəyərli qardaşlarım, hər bir müsəlmanın üzərinə düşən, hər bir müminin üzərinə düşən Allahdan və Rəsulundan gələn əmri sevərək yerinə yetirməsidir və onda təfsilata varmamasıdır. Necə ki, möminlər, öncəki möminlər, Allaha səmimi iman gətirən möminlər bu barədə nə demişlər? Allahın və Rəsulunun hökmü barəsində və Allah və Rəsulunun buyruğu barəsində onlar demişlər ki, biz eşitdik və itaat etdik. Diqqət edin, Allah Teala öz kitabında nə buyurur? İnnəmə kənə qavləl müminə izə du'u ilallahi və rasulihi liyəhkumə beynəhum ən yəqulu səmi'nə və ata'nə. Fikir verin ayəyə, diqqət edin, Allah Teala buyurur ki, onların aralarında hökm vermək üçün Allaha və Peyğəmbərinə çağrıldıqları zaman o möminlərin sözü ancaq biz eşitdik və itaat etdik demələri oldu. Fikir verirsiniz. Onlar necə Allaha və Rəsuluna bağlıydılar. Nəinki tək Allaha, eyni zamanda Allahın göndərdiyi, seçdiyi Peyğəmbərə. Ona görə əziz qardaşlar, və bu həyat bizim üçün müvəqqətidir. Bu dini gətirən Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləmdir. Və kim öz ağlından iddia edərsə, Allahın kitabı kifayətdir, Peyğəmbərə ehtiyac yoxdur, əlbəttə ki, üzr istəyirəm, cəfəngiyyat danışmış olar. Çünki Rasulullah sallallahu aleyhi və səlləmin gəlişinin əsas məqsədi nə idi? Allahın risalətini çatdırmaq və onun sünnəti, onun yolu da eyni ilə Quranın buyurduqları kimidir. Allah Teala öz mübarək kəlamında buyurur: "Və mə kənə li mu'minin və la mu'minatin izə qadallahu və rasuluhu əmran ən yekuna lahumul xiyaratu min əmrihim." Allah Teala bu ayədə buyurur ki, Allah və onun peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və eyni zamanda heç bir mömin qadına öz işlərində başqa yolu seçməsi əlbəttə ki, yaraşmaz. Ona görə əziz qardaşlar, Allahın Rəsulu hər bir mömin üçün örnək olmalıdır. Onun yolu hər bir müsəlman üçün örnək olmalıdır. Əgər bir insan xətaya yol verərsə, Allah Rəsulunun sünnəsinə qarşı olarsa, buyurulan əmirlərə qarşı gəlmiş olarsa və ona əmirlərə qarşı gəlməkdə təhlükə olması bəyan olunduqda mütləq tövbə etməsi lazımdır. Əgər insan Allaha və onun Peyğəmbərinə müxalif olarsa, qarşı gələrsə, mütləq onun tövbə etməsi lazımdır. Çünki Allah Teala'nın Peyğəmbərinə qarşı gəlmək, Allaha qarşı gəlməkdir. Allahın Rəsuluna qarşı çıxmaq asilikdir və böyük günahdır. Və bu baxımdan, əziz qardaşlar, ancaq müstəhəb olan məsələlərdə əgər bir insan səhlənkarlıq göstərərsə və bu deyir, bəsitdir. Lakin vacib məsələlərdə insan mütləq buna tabi olmalıdır. Allah və Rəsulunun buyurduğuna. Və hər bir insan özü Allahın əmrlərinə və Peyğəmbərin əmrlərinə qarşı necə diqqət göstərirsə, necə müamilə edirsə, ən birinci növbədə öz qəlbini açmalıdır. Öz sinəsini açmalıdır. Və geniş tutmalıdır Allah və Rəsulunun əmrinə qarşı. Hansı ki, bu ayəni xatırlamalıdır. Səmi'nə və əta'nə. Biz eşitdik və tabi olduq. Ona görə də dəyərli qardaşlar, hər bir insana, hər bir möminə yaraşan da budur ki, Allah və Rəsulunun buyurduğuna boyun əysin. Allah və Rəsulunun buyurduğunu yerinə yetirsin. Və Allah və Rəsulunun buyurduğunu yerinə yetirmək hər bir iman əhlinə, səmimi müsəlmana yaraşan xislətdir. Uca Allahdan istəyirəm ki, hər birimizi Allaha və onun Rəsuluna gözəl şəkildə tabi olan qullarından etsin. Allahdan diləyirəm ki, bizə Allaha və onun Rəsuluna qarşı gəlməkdən bizi qorusun. Allahdan istəyirəm ki, bizim hər birimizin günahlarını bağışlasın. Uca Allah bizi iman üzərində yaşadıb və iman üzərində bu həyatdan ayırsın. Allahdan istəyirəm bizləri və bizlərin valideynlərinə rəhm eləsin
və onların günahlarını bağışlasın. Uca Allah bizlərin zürriyyətini salihlərdən etsin. Sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi ecma'in. Subhanekallahumma və bihamdik. Əşhədu en la ilahe illa ente. Estağfiruka ve etubu ileyk.